Salam kanalımın dəyərli izləyiciləri, kanalıma yeni vloquma xoş gəlmisiniz. Bugün Mamamgilin həyətindən sizi salamlayıram. Murad oynayır qardaşım uşaqlarına, yerləncəkdə növbənə, sıranla otururlar, yerlədirik biz də onları. Biraz oynayandan sonra gedirəm evə. Bulağa gedirəm. Biz bulaq suyundan istifadə edirik. Çünki yeməklər, çay dəmləyəndə bulaq bizim evimizin yanındadır. Oradan istifadə edirik. Suyu təmiz sudur. Balaca şirin balalar da Kuban toyuqlarıdır. Təzə getmişik, 10 günlük idi. Qızlar, gəlmişəm bu cücələrim üçün. Cücələrimi buraxmıram, 2 aylıq çolpadılar. Bu cincili ot deyirlər. Bundan doğrayıram. Dərirəm, qəşəngcə xırda doğrayıram, dənə qatıb verirəm çolpalarıma, qoy yaxşı böyüsülər. Burada da yadınızdadır da, digər vloglarımda paylaşmışdım, kartof əkmişdi. Kartofları nədənsə xəstəlik tutub. Belə hələ baxaq görək dibləri necədir. Birlikdə baxaq, qəşəng yağış yağıb, diblər qəşəng islanıb, baxmaq rahat olar. Xəstəlik tutdusa, yaxşı inkişaf eləmir, yaxşı bar da vermir. Hələ ki dibi yoxdur, əlimə dəyən yoxdur. Baxın yenə. Burada görünür nəhayət. Belədir. Belədir hələ ki. İnşallah biraz da böyüsün, qəşəng olar. Digər kartofa da baxım. İrisi də var, xırdası da var. Çıxarmadım çünki hələ ki evdə kartof var. O bitsin. İnşallah ondan sonra, bitəndən sonra bu kartoflardan çıxardıb yemək olar. Yəni o vaxta qədər yetişərlər. Cincəfil otumu dərdim, qəşəng yudum. Xırda doğrayıram, dənə qatıram. Sonra cücələrin qablarına tökürəm. İnşallah biraz havalar istiləşsin, biraz getsə buraxaram. Hələ ki indi hində saxlayıram. Ona görə belə yaşıl otlar verirəm, dənə qatıb verirəm ki, qoy yaxşı böyüsülər. Havalar istiləşəndən sonra həyətə buraxsam yaxşı olar. Daha bu otlardan verməyə ehtiyac olmaz. Ayağıma da çəkmə giymişəm, çünki maşallah yağış yağıb, həyət nədir, palçıq. Ona görə çəkməklə hərəkət edirəm. Otlar da uzundur deyə kaloşdan istifadə eləmək olmur. Sırazadan ayaqları yaş olur. Artıq doğradım, gətirib belə bir qaba tökürəm. Dənlə qarışdırıb qəşəngcə. Sonra verəcəm toyuqlara. Dənim də buğdadır, bir də başqa bir dəndir. İkisini birlikdə bu göyərtilərə qarışdırıram. Yaxşı olur, toyuqlar yeyirlər. Toyuqlar deyən yerdə 2 aylıq çolpadır da. Dənin yarısını indi tökdüm, yarısını da 3-4 saatdan sonra tökəcəm. Az-az tökürəm ki, qoy yaxşı yesinlər, israf olmasın deyə. Bəzən çox olanda çıxırlar üstünə, dəni pis günə qoyurlar. Ona görə az-az tökürəm.
Xanımlar, burada qaynanam lükünün ununu isladıb. Lükü bizim ailədə sevilən yeməkdir. Un xəmirin hər zaman qaynanam hazırlayır. Dəqiq bilmirəm nədən nə qədər tökür, amma bilirəm ki, yumurta gedir, qatıq gedir, şor gedir. Ən sonda da südlə isladılır. Onu bilirəm, amma bilmirəm nədən nə qədər getdiyini, çünki xəmirini o eləyib. Amma bişirməyi mən bişirirəm. İstəsəz nehrə yağla da bişirə bilərsiniz. Mən bu dəfə duru yağla, bizdə ailədə xoşlayırlar, çox belə xırçıltılı olsun. Ona görə duru yağla qızartdım. Digər yeməklərimdə burada uşaqlar üçün makaron hazırlamışam. Burada da ətimi qovurmuşam. Makaron da 2 formadadır. Çünki hər paçkada biraz qalmışdı. Dedim onları elə ikisini də istifadə edim, bitsin. Belə burada bişirirəm. Ağzını qoyuram ki, çünki yaxşı bişsin. Tam bişəndən sonra, belə çevirəndən sonra artıq ağzını qoymuram. Vam otda özü qızarır. Hər iki yüzü qızarandan sonra götürürəm. Burada isə gəldik Alov şirniyyat evinə. Çünki bugün baldızımın doğum günüdür. Onun üçün bir dənə tort dedik götürək. Sonra gedərik onlara. Ona görə burada tortu bəyəndik, aldıq. Sizin üçün də tortları, şirniyyatları çəkmək istədim. Maşallah olsun, biri-birindən gözəl şirniyyatlardır. Hamısı da dadları gözəldir. Bir çoxunu demək olar ki, sınamışıq. Çox vaxtı elə Alovdan gəlib alırıq öz şirniyyatlarımızı. Çünki bəyənirik buranın şirniyyatları, dadlı olur. Artıq bu tortu bəyəndik. Adını da yazdırdım. Uşaqların adından Bibi ad günü mübarək. Daha doğrusu Muradın adından yazdırdım. Belə burada şamları düzürəm üzərinə. Sonra yandırırıq. Baldızıma sürpriz eləyərik. Xəbəri yoxdur. Amma oraları çəkmədim. Dedim rahatsız olmasılar. Ona görə çəkmədim. Xanımlar, burada isə Temu bağlamalarımı açıram. Növbətli gündür artıq. Bu yenə kabrodur, sifarişdir. Demək olar ki, buradakı yenə bağlamalarım sifarişdir. Burada görürsəz, bu boyunbağıdır. 3 manat 50 qəpik qiyməti. Bu isə adaptör qoruyucu kimi gedir adı. Adaptörləri qəşəngcə qoruyur. Yəni rəngarəng, hər zövqə uyğun beləncə qoruyucular var Temuda, biri-birindən şirin. Bu isə pakrivaldır. 200-ün 230-a ölçüsü. Çox gözəldir. Material da yumuşaqdır. Qəşəng də gəlmişdi. Rəngi də elə şəkildə olduğu kimi gəlmişdi. Bəyəndim. Bu pakrivalın qiyməti 40 manat idi. Amma mən 35 manata vurdum. Çünki mənə endirimə düşdü orada biraz. Onu eləncə vurdum. Bu da yenə kabrodur. 5 manat qiyməti. Bu da xanımlar üçün dondur. Qiyməti 16 manat. Ölçüsü el ölçüdür. Bu da yenə adaptör qoruyucusudur. Digər sancaq isə yaxa sancağıdır. Bu da yenə
yaxa sancağıdır. Bir-birindən rəngarəng. Çünki müştərim sifariş edib, belə sancaqları çox xoşlayır. Bu isə xanımlar üçün dondur. 22 manat qiyməti, el ölçü. Xanımlar, nələri isə bəyənirsinizsə, mənə yorumlarda yazın. Mən onların linklərini sizinlə paylaşım. Linklərini paylaşa bilərəm hər bir sifarişin. Yəni istəsəz yaza bilərsiniz mənə. Mən də orada yerləşdirəcəm linkləri. Daxil olub sifariş edə bilərsiniz. Bu isə qətibə dəstidir. 2 dənə də balaca balasıyla birlikdə. Xırda balalısı var. Yanında 2 ədəd. Qəşəng yumşaq materialı. Qiyməti 15 manat. Xanımlar, bunu da vurğulamaq istəyirəm. Bu tərz Temu bağlamaların açılımını bəyənirsinizsə, yorumlarda yazın. Digər Temu bağlamalarımı da sizinlə birlikdə paylaşım. Bu isə gözəl xanımlar üçün dəstir, el ölçüdür. 27 manat qiyməti. Materialı da çox gözəl idi, bəyəndim özüm də. Müştərim də bəyəndi, artıq vermişəm təhvil, çox bəyəndi. Burada da görürsünüz, daha ətraflı çəkirəm ki, materialını görəsiniz. Bu isə maşını təmizləməyə mini pilosos kimi gedir adı. 16 manat qiyməti. Çox keyfiyyətli gəlmişdi. Bu kabronun qiyməti isə 5 manat. Digər axırıncı bağlamamı, onun linkini paylaşa bilmədim. Çünki bitmişdi, tapa bilmədim. Ona görə paylaşa bilmədim. Uşaqlar üçün 9-10 yaşdır. Qiyməti isə 12 manat. Bu günlük bu qədər. Gələn vloglarda görüşmək ümidi ilə hələlik.